Salam dəyərli Atbu TV izləyiciləri və dəyərli tamaşaçılarımız. Bu günləri 3-cü korpusdayıq. Bir-birindən maraqlı suallarımızla yenə verilişimiz qalibsən. Əgər səndən çox doğru suala cavab versən. Hədiyyəmiz buradadır. Aparıcımız mən burdayam. Elə isə başlamamağımız üçün heç bir səbəb yoxdur. Sevinç xanım, salam. Salam, Necəsiz? yaxşı. Hazırsınız? Hı. Başlayaq. Hə. Mona Lisa hansı rəssamın əsəridir? Leonardo da Vinci. Muğamın beşiği sayılan Azərbaycan şəhəri hansıdır? Şuşa. Düzdür. Azərbaycan operasının banisi kimdir? Üzeyir Hacıbəyov. Əla, qəşəng. Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? Onu bilməsəm olmaz. Bir də təkrar. Basketbol. Düppədüz. İnternet ilk dəfə hansı ölkədə yaradılıb? Onu bilmirəm. Onu bilmirəm. Məncə biraz fikirləşsən əslində. Səncə yəni dünyada texnologiya devi kimi tanınır. Çində. Çindən Bir dənə də şans Yaponiya. verirəm sənə. Yaponiya, Koreya da Çin ola bilər üçündən Bir biri. dənə də şans verirəm. Am, Biraz dırı- belə çox şey fikirləşirsən ki, çəki gözlərdən keç o tərəfə biraz. Amerikada deyil. Amerikada değilsə dayan. Bilmirəm. Yox, bilmədim. Amerika idi. Ləman xanım, salam. Salam, Necəsiz? yaxşıyam. Başlayaq. Mona Lisa hansı rəssamın əsəridir? Leonardo da Vinci. Əla. Muğamın beşiği sayılan Azərbaycan şəhəri hansıdır? Şuşa. Bu mikrofon yoxdur. Azərbaycan operasının banisi kimdir? Üzeyir Hacıbəyli. Əla. Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? Boks. Yok ya. Fərxam, salam. Salam, Necəsiz? yaxşıyam, siz necəsiz? Çox sağ ol. Başlayaq. Başlayaq. Mona Lisa hansı rəssamın əsəridir? Shakespeare. Salam Məllə xanım, necəsiz? Salamlar. Salam, yaxşıyam, siz necəsiz? Çox sağ olun. Hazırsınız? Bəli. Mona Lisa hansı rəssamın əsəridir? Leonardo da Vinci. Muğamın beşiği sayılan Azərbaycan şəhəri hansıdır? Bilmirəm. Təqribən. Şuşa. Əla. Azərbaycan operasının banisi kimdir? Üzeyir Hacıbəyli. Əla. Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? Basketbol. Əlasız. İnternet ilk dəfə hansı ölkədə yaranıb? Amerika. Əla gedirsiniz. Futbol üzrə dünya çempionatı neçə ildən bir keçirilir? 10. Zərrə xanım, salam. Salam. Necəsiz? Yaxşı, salam, siz necəsiz? Hazırsınız? Bəli. Mona Lisa hansı rəssamın əsəridir? Leonardo da Vinci. Muğamın beşiği sayılan Azərbaycan şəhəri hansıdır? Şuşa. Azərbaycan operasının banisi kimdir? Üzeyir Hacıbəyli səfərləməmiz. Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? Basketbol. Okay. İnternet ilk dəfə hansı ölkədə yaradılıb? Amerika. Futbol üzrə dünya çempionatı neçə ildən bir keçirilir? 4 ildən bir. Əla. Hansı ölkə günəşin doğulduğu ölkə kimi tanınır? Ki günəş birinci oradan çıxır deyə ona adı veriblər. Bilmirəm. Gülşən xanım, necəsiz? Salam, çox sağ olun. Yaxşıyam, siz necəsiz? Çox sağ olun, minnətdaram. Başlayaq. Başlayaq. Mona Lisa hansı rəssamın əsəridir? Salam Nigar xanım, necəsiz? Salam, yaxşıyam, çox sağ olun. Başlayaq. Bəli. Mona Lisa hansı rəssamın əsəridir? Da Vinci-ni, Muğamın beşiği sayılan Azərbaycan şəhəri hansıdır? Şuşa, Azərbaycan operasının banisi kimdir? operasının, Üzeyir Hacıbəyli, Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? qaçı, Salam. Salam. Necəsiz? Sağ olun, siz? Şükür. Yaxşı. Hazırsınız? Bəli, başlayaq. Mona Lisa hansı rəssamın əsəridir? Da Vinci. Muğamın beşiği sayılan Azərbaycan şəhəri. Şuşa. Əlasan. Azərbaycan operasının banisi kimdir? Üzeyir. Hacıbəyli. Əlasan. 2 dənə üzeyir vardı, özündə bilirsən. Dünyaca məşhur Michael Jordan hansı idman növü ilə məşğuldur? Basketbol. Yaxşı. Eşitdim amma.
İnternet ilk dəfə hansı ölkədə yaradılıb? Pas. Dəyərli Atbu TV izləyiciləri, bu buraxılış üzrə ən çox doğru suala cavab verən Zəhra xanımın hal-hazırda yanına gedirik. Görək ordadırmı? Gəl. Sizi təbrik edirəm ilk öncə. Təkrar salam. Bu buraxılış üzrə ən çox doğru suala cavab verən siz oldunuz. Bu hədiyyəni sizə təqdim edirəm. Təbriklər. İstifadə edəndə həmişə bizi xatırlayarsınız. Sağ olun.